Bəlkə bir nəfəri zorla tutub gətiriblər, kiməsə beyət elətdiriblər. Bunun qəlbinin etiqadı yoxdur, imanı yoxdur. Sünnilər deyirlər ki, hər kim ölə və boynunda beyət olmaya, cahiliyyət dövründə ölüb. Amma şiələr deyirlər ki, mən mata və ləm ya'rif imamə zəmanihi mətə mitətəl cahiliyyə. Hər kim ölə və imamını tanımaya, cahiliyyət dövründə ölmüş kimidir. Mən də sizə sual verirəm. Cahiliyyət dövründə ölmək nə anlam daşıyır? Yəni bir nəfər etiqadsız, mərifətsiz ölüb də bu mənada. Yəni bütün əməlləri, bütün rəftarları qoy kənara. Mənim qəlbimdə etiqadım, imanım olmadan ölmüşəm. Cahiliyyət dövründə ölmək bu mənadadır. Şiənin hədisinin əvvəli də axırı da bir-birini tamamlayır. Amma sünni deyir ki, hər kim ölə və boynunda beyət olmaya. İndi sual çıxır ortaya. Bəlkə bir nəfəri zorla tutub gətiriblər, kiməsə beyət elətdiriblər. Bunun qəlbinin etiqadı yoxdur, imanı yoxdur. Və yaxud da bir nəfər qorxusundan durub gəlib beyət eləyib. Bəlkə bir nəfər münafiqdir, gəlib nəsə başqa bir hədəfi var, beyət eləyib. Burada artıq axı iman ortaya çıxmır, burada mərifət ortaya çıxmır. Məsələ köklənmir mərifətə, etiqada, imana. Sən gəlib deyəsən ki, bu adam hər kim beyət etməsə, cahiliyyət dövründə ölmüş kimidir. Hardan deyirsən? O qədər beyət edənlər var ki, elə cahiliyyət dövründə də ölmüş kimidirlər. Sən yəni hədis köklü, mötəbər hədisə oxşamır və peyğəmbərin ağzından çıxan hədisə oxşamır. Amma bizim hədisə diqqət edin, mərifət gəlib. Baxırsan ki, bu hədis elə imamın sözünə oxşuyur. Niyə? Çünki hədisin əvvəli, ortası, axırı bir-birini tamamlayır və möhkəmdir və Qurana da dayanır. Allah Quranda nə buyurur? Əuzu billahi mineşşeytanirracim. Kullun ya'malu ala şakilatihi. Hər kəs öz şakiləsinə, öz xislətinə uyğun rəftar edər. Bu hədis gəlir bir dənə mərifət atır ortaya. Hər kimin mərifəti, xisləti Allahın höccətinə tabe olsa, elə əməli də elə ona uyğun olacaq. Heç mümkündür görməsin. O vəs gələni ki, peyğəmbəri görməmişdi, amma mömin dünyadan getdi. Şəhid dünyadan getdi. Peyğəmbərə mömin olaraq dünyadan getdi.